Biz isə səhifəmizə Track Your Order Page necə əlavə eləmək lazımdır, sizə onu izah edəcəm və bu səhifə nəyə yararlıdır? İndi isə birinci onu deyim sizə. Deyək ki, ilk sifarişinizi aldınız və müştərinin malını göndərdiniz və satıcıdan izlənmə kodu aldınız. Hansı ki, müştəri sizə sifariş elədikdən sonra sizin saytınıza girib məhsulun harda olduğunu, nə zaman çatacağını maraqlanmaq istəyəcək. Bunun üçün də biz onun işini asanlaşdırmaq üçün bura Track Your Order Page səhifəsi əlavə eləməliyik ki, həm də insan almamışdan əvvəl də bu səhifənin bizdə olduğunu görsün və bizə güvənsin ki, biz həqiqətən də malı göndərəcəyik və o malının kodu ilə girib buradan onu izləyə biləcək. Bunun üçün nə edirik? Biz gəlib Shopify panelimizin içinə keçid edirik və buradan proqramlar bölməsinə keçid edirik. Recommended apps yox. Bizə lazımdır ki, burada Apps and Sale Channel Settings-ə keçək və buradan Shopify App Store-a keçək və buradan da 17 Track.net proqramını axtaraq. Bu şəkildə. İndi isə sizə şəkillə göstərəcəm ki, hansı proqramı yükləməlisiniz. Baxın, bu Windows 47 dənə review'su var, 5 ulduzdur. Həmən bu səhifəni, bu proqramı biz öz Shopify-mıza əlavə edirik. Yəni, Add App tıklayırıq. Və tıkladıqdan sonra qarşımıza bu cür səhifə çıxacaq. Yəni, əvvəlki qayda ilə köhnə proqramlarda necə yüklürdüksə, o şəkildə Install App eləyərək bu proqramı saytımıza yükləyirik. Shopify panelimizə yükləyirik. Və qarşımıza artıq bizim bu proqramın dashboardu açılır. Və bu dashboard açıldıqdan sonra da biz gəlirik burada aşağı, burada Tracking Page səhifəsinə tıklayırıq. Və tıkladıqdan sonra düşürük ən aşağı, buradakı bu linki kopyalayırıq. Kopyaladıqdan sonra isə keçirik öz səhifəmizə yenidən və Online Store-a tıklayırıq yenidən. Page-sə əlavə edirik. Bizə Track Your Order Page burada əl görsənsin deyə burada Main menüyünü seçməliyik. Navigation-a keçirik. Navigation-a Main menüyə daxil oluruq və buradan Add Menu Item eləyirik. Buraya yazırıq Track Your Order. Və həmən linki də bura əlavə edirik. Bu şəkildə. Və bunu bura add eləyirik. Add elədikdən sonra isə save eləyirik. Save elədikdən sonra isə səhifəmizə keçid eləyirik. Hardasa bir 15-20 saniyə gözlədikdən sonra səhifəmizi yenilədikdə burada görəcəyik ki, Track Your Order səhifəsi gəldi. Və içinə tıkladıqda isə bizim qarşımıza bu cür səhifə çıxacaq.